Neyse, salam uşaqlar. Bir gün mənimlə vloguma xoş gəlmisiniz. Deməli, bugün ad günü qeyd edirik Mədinə xanımın və belə deyim də, molda falan olacaq, Kredit molda. Sonra Bakıda bulvar tərəfdə açılan atraksiyonları yoxlayacaq, o böyüklərçisi olan. Bizim üçün ilk yoxlanış olacaq, denəylərimizi göstərəcəyik. Xoş izləmələr sizə, yəni belə. İndi mola doğru gedirik. Birinci yemək yiyəcəyik, yemək yeyə düşünürük, çünki acından ölürük. Nə yiyəcəyik deyə fikrimiz yoxdur. Bizim McDonald's babaya sadiqlik. Baba? Bizim üçün babadır. Bəli. Bizim McDonald's sadiqlik və belə. Yəni deyir ki, KFC yiyim. Mən əslində yeməmişəm deyə bilmirəm necə dadır. Heç yoxlamamışam belə, amma yoxlamaq istəyirəm bir gün. Amma bugün o gün deyil. Bugün McDonald's yiyəcəm. Ona görə də KFC yox. Belə. Görək başımıza nələr gələcək. Kredit Mall buradadır. Burada da Portbak falan. Yəni ki belə. Görən elə biləcək turist falanam, əlimdə tripodla küçələri çəkirəm. Yox. Buraya girmək olar əslində, amma oradan girək. Yemək yerində var. Gedərik. Pulum olan vaxt istərdi varıyoruz. Pulum olmayan vaxt istərdi varıyoruz. Burada şey var da orada. Böyle şey. Bir şey var ki mesela pulun olanda mola girəndə mesela paltar almaq məqsədi girəndə harasısa bir mağazaya da marka mağazaya. Qaşı şeylər tapmırıq. Yəni zövqümüzə görə bir şey tapmırıq. Amma o ki paltar alma məqsədlə gəlməyi evə baxarıq, onda çox qəşəng paltarlar olur. Adını almaq istəyirəm. Qırım bir kənarına yaz. Adın qız neçə yaşın olur? 15 oldu. 95 yaşı olur. Geri istəyirəm. Mən kol istəmirəm, zəhmət olmasa. Mən peynirli sos yoxlayıram. Peynirli sos pisdir. Yemişəm. Mən bir dəfə biz sinifə gedəndə sinifləşmiş uşaq mənə verdi ki, al dadına bax, özünə artıq almışdı. Heç xoşuma gəlmədi. Dostlar, həmişəki menyu olaraq şey almışam. Burger, kartuşka. Bir iki dənə sos aldım, onlarla birlikdə yiyəcəm. Barbekü sos, bir də ki şey pendirli. Kızlar da eyni yeməkləri aldı, gözü göz. Ayan da burger, kartuşka, ketçup. Mədinə də soğan halqaları eləyib, alıb. Sonra kartuşka, burger. Yiyelim. Dostlar, ver yapılayım soğan halqası. Niye? Mezelersiz. Beğenmedim. Benim fav yemeğim. Hamının papayız dediği ortamda bizim McDonald'sçılıq. Yeməğimizi yedik. İndi mənim fav məkanım olan Ali və Nilo'ya giririk. Canım mənim məkanım. Can oradan girək. Buradan yanından. Bura kitap mağazasıdır. Mən buradan çox xoşum gəlir. Gəlin girək baxaq. Ay. Bir dəfə bura gəlmişdik uşaqlarla. Videoda yadınıza gəlirsə.
Harry Potter fanları mən başa düşə bilir ki, bunları görəndə necə bir his keçirdik. Ay, çox qəşəng dəftərdir. Bu nədir? Yazılır ki, İngilizcə lüğət dəftəri. Harry Potter'lı. Çok güzel, dayan. 4 manat 3.90, çok güzeldi. Wow. Peki alın. Bu nedir? Notebook'da. Deməli dostlar, Ali ve Nino'dan bir şeyler aldım. Göstereceğim, evde gösteririm size. Ayağım ne tez yoruldum. Ben geçen dəfə qızların ad gününə gələndə burada mən telefonum vaxtı iPhone X-də ayətdə deyildim. Dedim ki, gəlin evin ayətləri baxın, o da heç gəlmədik. Ben belə indi ayətdimdən gəzirəm. Dostlar, mən Ali və Ninadan həmişə kitab alanım, amma mənə deyir ki, mən evdə 2 həftə kitablarımı görmüsən də yəqin ki. Ana mənə deyir ki, onların hamısını oxumusan. Başlayır kitabları bir-birini mənə soruşmağa. Məsələn, tam falan kitabın adını deyir. Deyir ki, bunun yazısı kimdir? Bu kitabda nədən bəhs olunur? Mama, oxumuşam da. Mama, oxumuşam da, nə olub? İndi mən kitab aldım. Bir də ki, lüğət vardı. Üstü çox hoşuma gəldi. İndi belki hədəflərim var, görə idarətlər olur. Ona görə aldım mantik. Mən buradan əsəbləşmək istədim. Çox xoşbəxt olaram. İstədim, aldım. Şimdi gedirik atraksiyonlar minməyə. Deməli, həzə atsanlarla bir fikrimiz yoxdur. İlk dəfədə minəcəyik. İlk deyəndə biz həmişə o var bir dənəsi bulvarın düz yanında. Oradakına minirdik. Bu mənim bacımda. Gördünüz. Aha, qalma sırqa taxmışdım, incid dayan. Ona minirdi, amma buna yetişməmişik. İndi bunu yoxlayacaq. Görək nasıl oluyor. Arkadaşlar. Bura hara gedir ki? Buradan getməyə, gəlin buradan gedək. Nə bilirəm, bura hara gedir? Ona var, yansamızda var. En uzun bak yüzümüzden. Hanı, hə, gördük. İyi dostlar, buradadır bizim Qəbərətdə minmişik də. Ya burada nədir? Niyə minmirik? Nə, bazırsın. Yoxsa böyle mi? Böyüklər, oyda sıra inşallah az olar. Gündə gəldik ki, biz bunlara minə bilək, axşam. İnşallah minə bilərik. Gələcək, çox qəşəkdir. Gələ bilet hardan alırıq? Baba, o var, qalxıb düşür, baba, o. Çox qəşəkdir. Buradan yox, gəl. Mədinə. Şükürüm ha, eşitdin orada. Ay qız, bir haber elə bizi, bay. Mən çox sevirəm hündürlüyü. Ona da minərik, buna da minərik ama. Vikingdə sıra çoxdur. Niyə? Çünki Vikingi çox möhkəm qalxır ona görə. Bu arxafon çək. Deməli, uşaqlar, biletlərimizi aldıq. Qızlar da gəlir. Buna minmək istəyirəm, mən bir yerə minmək istəyirəm. Baxın, şimdi görək. Ama ümumilikdə buna bəlkə bir 6-cı falan düşdü. Başlayır deyəsən, ay. Bunu daha yaxşı bir şey. Çox sevirəm. Uşaqlar, indi Vikingə sıra gözləyirik. Ayhan xanım ona minmək istəyir. Yəni də, ona mindim. Ürək bulandırıcıdır, amma pis deyil. Qəşəkdir. Qəbənətdəki qat qəşəkdir və daha həyat edici. Oturacaq qabağa. Но не будем держаться. Да не обо что вообще не держись. Uşaqlar, Viking çox ürək bulandırıcıdır. Çox. Əladır, amma bir müddətdən sonra adamın qusmağa gəlir, çox pis şeydir. Qusmağım gəlir, özü yemək yiyib gəlmişdik.
Deməli, dostlar, biz təzə açılan dondurma festivalı var. Nəsə ora getmək istəyirik. Soyuq əylər, isti ürəklər. Yox, o yox. Yarmark olan yerdə, burası dondurma kimi açıqlar indi orada. Oraya getməyə planlaşdırıq. İndi görək nə vaxta qədər çıxacaq. Bunlar yumru olan atraksiyona da mindilər. Amma mən ona minmədim. Çünki Vikingdən sonra mən çox pis təsir elədi. Ona görə minməyi düşünmədim. Neyse, gedək festivala görək başımıza nələr gəlir. Orada çox şəkillər çəkdirə biləcəyik. Çünki çox gözəldir. Və o boyda yol gəlmişik bura qədər. Of, mama. Mamam deyib ki, mütləq gedin də orada şəkil çəkdirin. Mən saçımı unutacağım. Gələ həmin o yarmarka. Mən dondurma almışam, qızlar milkshake. Bəli uşaqlar, marojnamızı yedik, kokteylimizi içdik, milkshake'imizi içdik. Avtobus gözləyirik, bizə aparsın. İndi 28'e gedəcəyik, oradan sonra... Ondan sonra da başqa avtobusa binəcəyik, belə evə gedəcəyik. Gözlüydük. Uşaqlar, biz minmək istəyirdik, avtobusda oturmaq istəyirik. Sadəcə, indiki saat ərəfələrində bilirsiniz ki, şüvən nənələr və xalalar adamın belinə minirlər. Nəsə orada biraz dava çıxdı. Biz də dedik ki, gəlin gedək Səməd Vurğunun yanındakı Astrologiyaya gedək. Orada minək, üstə gəldi orada otura biləcəyik də. Çünki biz belə gəlsək, arvadlar üstümüzə çıxacaqlar, xalalar. Gəl. Aha, ona görə biz gidiyoruz yeməyə. Görək. İndi isə sizə Ali və Ninodan aldığımı göstərmək istəyirəm. Deməli, oradan bir Heydinin ingilis dilində olan hekayə kitabını aldım. Bir digəri isə lüğət dəftəri idi, hansı ki ingilis dilində bilmədiyim sözləri yazmaq üçündür. Bu lüğətin üz görünüşü mənim çox xoşuma gəldi deyə ona görə aldım və çox bəyəndim. Belə də ki, videomu izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Gələn vloglarda görüşənədək kanalıma abunə olub like atmağı unutmayın. Sizi sevirəm. Bye bye.